var orada həqiqətən də. Xatirə xanım mənim həyatıma o sehirli çubuğu ilə toxunan insanlardan biridir. Çünki ümidsizliyin içərisində tanımadığım bir səs mənim ümidim olmuşdu və o səs mən Naxçıvanda ola məni Bakıdan gəlirdi və məni Bakıda çağırırdı. Siz inanırsınız, mən tanımadığım bir insana, tanımadığım bir səsə hər kəs sənə deyir ki, olmaz. Olmayacaq. Amma bir nəfər deyir ki, tanımadığım bir nəfər deyir ki, olacaq, bacaracaqsan, mehriban, hər şey yaxşı olacaq. Səni dinləyir, səni duyur, səni, necə deyim, dərdini anlayır. Bu çox gözəl bir şeydir. Və o, bir də mənə bir sual verirlər ki, necə oldu ki, bütün o sözləri bir telefon zəngində dedin sən Xatirə xanıma? Bəli, bir telefon zəngini mən yığdım. Xatirə xanım mənə 2-3 saat vaxt ayırdı. Və mənə o qədər inandırdı ki, hər şey yaxşı olacaq. Artıq mən o telefonu açanda müəyyən dərəcədə ümidləri qırılmış bir qız yox, telefonu söndürəndə bacaracağına inanan və həqiqətən də mübarizə aparan bir qıza çevrilmişdim. Mehriban xanım, əsərdə Nərgiz israrla təhsil mübarizəsi aparır, israrla oxumağın mücadiləsini aparır və içində bir türklərin bir sözü var, uqdə var, bir hüzün var bununla bağlı. Həm o Nərgiz üçün o dönəm təhsil çox önəmli idi, amma bugün Mehriban üçün təhsil həqiqətən də hər şeydirmi? Təhsil hər şey deyil, amma çox şeydir. Mən onu başa düşdüm ki, təhsil deyəndə bizim ağlımıza sadəcə olaraq universitet həyatı gəlməməlidir, o diplom gəlməməlidir. İnsan özü özünə belə təhsil verə bilər. Deyirlər, alim olmaq asandır, adam olmaq çətindir. İnsan özü birinci özünə təhsil verməlidir, özü özünü təkmilləşdirməlidir. Və əgər bir insan istədiyi düşüncəyə, istədiyi gücə sahibdirsə, təhsil almasa belə, o cəmiyyətdə həm özünü sübut eləyə bilər, həm də istədiyi yönə gedə bilər. Siz də mənə, bəlkə də mənlə eyni fikirdəsiniz ki, təhsil almış, oxumuş o qədər cahil insanlar var ki, mən o insanları gördükcə çox qorxuram, hədsiz qorxuram. Nərgizdə isə bilirsiniz nə içində o üqdə qalmışdı, siz demiş. Çünki 9-cu sinifdə Nərgiz oxuyurdu. Onun orada gözləri neçə faiz zəifləmişdi və gəldi, oxudu, bitirdi, bütün imtahanlardan keçdi. Heç vaxt şəhadətnaməsini ala bilmədi. Çünki papası demişdi ki, ailə qurur da. Sanki ailə ona diplom da olacaq, şəhadətnamə də olacaq. Nərgiz ayrılan kimi, hətta ayrılma prosesi başa çatmamış, getdi şəhadətnaməsini aldı, imtahan verdi, Nərgiz atestatını